Deməli, salam. İnformatika testləri qrupumuza atılan, Telegramda qrupumuza atılan bu suallara izah vermək istəyirəm. Deməli, gəlin sualları yaza biləcəyimiz bir yerə keçirək. Deməli, 16-lıq say sistemində, 10-luq say sistemində daha doğrusu bir cəm verilib. Bu cəmi 16-lıq say sisteminə keçirmək lazımdır. Deməli, birinci 208 nömrəli tapşırığa baxaq. 10-luq say sistemində verilmiş cəmdir. Bunun 16-lıq say sisteminə keçirməliyik. 16 özü bilirik ki, 2 üssü 4-ə bərabərdir. Yəni, bu sual əslində belə 2-nin qüvvətli, elə də böyük qüvvətlər deyil bunlar. Yəni, belə də toplayıb, cəmləyib, yəni 16-lıq say sisteminə keçirə bilərik. Məsələn, 2 üssü 6 64-dür, 2 üssü 3 8-dir, 2 üssü 2 4-dür, 2 üssü 1 də 2-dir. Bunları toplayırıq. 64-ün üstünə 8, 72, 72-nin üstünə 4, 76, 76-nın üstünə 2, cəm edir 78. 78 də adi qayda ilə, yəni 10-luq say sisteminin 16-lıq say sisteminə keçid qaydasından keçirik. 78 16-ya bölündə 4 düşəcək, 4 16-nın 64, 78-in 64 çıxanda 14 qalır. Yəni, bunu da belə eləyirik, bildiyiniz kimi yazırıq. 4, 14 özü 16-lıq say sistemində Y simvolu ilə göstərilir. Yəni, nəticə olaraq cavab 4Y olacaq. Amma bu, indi 2-nin elə böyük qüvvətləri deyil deyə, burada bunu eləmək oldu, yəni mümkün oldu. Amma ola bilər ki, böyük qüvvətlərlə verilər, bunun yolu bu deyil. 16 2 üssü 4-dür, bunu bilirik. Və 2 üssü 4-ə qədər, yəni 2 üssü 4 daxil olmadan. Yəni 15-ə qədər, belə deyək. 15-ə qədər nə qədər nəticə var, sağdan sola baxırıq. Nə qədər ki 2 üssü 4-ü aşmayıb bu qüvvətlər, onlar, yəni belə deyim, 10-luq say sistemində necəsə 16-lıq say sistemində də elə olacaq. Yəni 2-nin qüvvətləridirsə təbii ki, çünki 2 üssü 3 8-dir, 2-nin növbəti qüvvəti 2 üssü 4-dür. O da deyir 16. Zaten 8-dən o ilə keçmir. Yəni 1-dən 8-ə qədər, 0-dan 8-ə qədər 10-luq say sistemində necədirsə, hətta 0-dan 9-a qədər 10-luq say sistemində necədirsə, 16-lıq say sistemində də eyni yazılır, yəni simvollar, rəqəmlər. Amma artıq 2 üssü 4 artıq 16-dır da, yəni bundan 2 üssü 3-dən oynası yoxdur. Yəni sağdan sola baxırıq. Baxın 2 üssü 1, 2 üssü 2, 2 üssü 3. Yəni 2 üssü 3 nədir? 8. Yuxarıdan yazaq. 2 üssü 3 nədir? 8. 2 üssü 2 nədir? 4. 2 üssü 1 nədir? 2. Bunları sadəcə toplayırsınız. Adi 10-luq say sistemindəki qayda ilə. Toplayanda cəm nə eləyir? 8-in üstünə 4 gələndə 12, 12-nin üstünə 2 gələndə 16. 14 daha doğrusu. Və 14-ü 16-lıq say sistemindəki simvol ilə əvəzləyirsiniz. 14 16-lıq say sistemində Y deməkdir. Yəni sağdan sola baxırsınız, nə qədər ki 2 üssü 4-ü keçməyib, oraya qədər bu cür hesablayırsınız. Yəni bu rahatdır. Amma bundan sonra görürsünüz ki 2 üssü 6 gəlir. Deyək ki bu 2 üssü 6 olmazsa, olardı 2 üssü, nə bilim, 26. Belə bir şey ola bilərdi. Siz 2 üssü 26-nı qüvvətə yüksəldə bilməzsiniz. Yəni o boyda böyük bir rəqəm alınır. Götürəcəksiniz 2 üssü 26-nın özünü, böləcəksiniz 2 üssü 16-ya da, yəni 16 say sisteminə keçirik. 16 özü də 2 üssü 4-dür. Bölürsünüz 2 üssü 4-ə. İndi 2 üssü 26-nı 2 üssü 4-ə bir dəfə böləndə düşəcək neçə? 2 üssü 22 təbii ki.
Çünki 2 üstü 22'ni 2 üstü 4'e vuranda 2 üstü 26 edir də. 2 üstü 22'ni vurursunuz 2 üstü 4'e düşür 2 üstü 26. 2 üstü 26'dan 2 üstü 26 çıxanda qaldı burada 0. Və bu bölməni davam eləyə gedirsiniz. 2 üstü 22'ni 2 üstü 4'e bölürsünüz yenə. 2 üstü 22'ni 2 üstü 4'e böləndə düşəcək 2 üstü 18. Və 2 üstü 18 2 üstü 4'e vuranda 2 üstü 22 təbii ki. Burada da 0. 2 üstü 18'i böləcəksiniz yenə 2 üstü 4'e. Düşdü 2 üstü 14. 2 üstü 18 burada da 0. Ta ki belə sıfırlar alına gedəcək yəni. 2 üstü 14'ü böləcəksiniz 2 üstü 4'e burada düşəcək 2 üstü 10. 2 üstü 14 0. 2 üstü 10'u böləndə 2 üstü 4'e qalacaq burada 2 üstü 6. 2 üstü 10 burada 0. 2 üstü 6'nı böləndə 2 üstü 4'e qalacaq burada 2 üstü 2. Yəni artıq bunu 2 üstü 2 yox 4 yazıram çünki 2 üstü 2'nin artıq birliyinədir. Yəni 2 üstü 2'ni 2 üstü 4'e vuranda 2 üstü 6 eləyəcək. Təbii ki bu da 0. Və 4 arxasında bu sıfırlar. 2 üstü 26 olsaydı belə bir şey olacaqdı. Yəni 4 arxasında bu neçə dənə sıfırdır? 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 6 dənə sıfırdır. Dəqiq oldu da. Bəli, 1, 2, 3, 4, 5, 6 dənə sıfır. 1, 2, 3, 4, 5, 6 dənə sıfırdır. Amma indi bu təkcə bu hissəsi idi deyək ki. Bir də bunlar var da yəni. Elə bil ki, bax bunu 4 arxasında 6 dənə sıfırı belə bir alt-alta toplama qaydası ilə üstünə 8 gəlirsiniz, üstünə 4 gəlirsiniz, üstünə 2 gəlirsiniz və alt-alta toplayırsınız sanki. 16'lıq sayı sistemində sizin toplama qaydasını yəqin ki bilmirsiniz. Bu 8 4 bura düşür y. Bunların qalanını 0 ilə əvəzləyirsiniz. Elə sıfırları elə bir keçirdiniz aşağı. 5 dənə 0. 1, 2, 3, 4, 5 və 4. Vəssalam. Yəni bu 2 üstü 26 olsaydı belə bir nəticə alınacaqdı. Amma indi burada 2 üstü 26 deyil. İndi burada 2 üstü 6'dır. İndi buradan dedik ki, buradan bu yanası oldu y. Bizdə qaldı bir dənə 2 üstü 6. 2 üstü 6'nı heç qüvvətə yüksəltmədən bayaqki qayda ilə 2 üstü 2'yə 2 üstü 4'ü bölürsünüz. Düşür 2 üstü 2. 2 üstü 2'ni 2 üstü 4'e vurun 2 üstü 6. Burada qaldı 0. Yəni 2 üstü 2 bunu 4'e 2 üstü 2'ni bilirsiniz 4'tür. 4 0. Yəni 4 0 oldu bunun nəticəsi. 4 0 oldu da nəticəsi. Yəni 16'lı sayı sistemi. Üstünə gəlirsiniz y. 4 0'ın üstünə 6 toplayanda y gələndə 0'ın üstünə y gələndə y eləyir. 4'dəki düşür aşağı. Nəticə eləyir 4y. Cavab yenə də C variantı. Yəni siz bunu zaten yenə dediyim kimi burada zaten çox da böyük qüvvətlər yoxdur. Belə qüvvətə yüksəldib toplayıb hesablaya da bilərdiniz. Sizin üçün elə rahatsa elə eləyin. Amma yenə də deyirəm, burada daha böyük qüvvət ola bilər. O zaman işiniz çətinə düşə bilər. Yəni 16'lıq sayı sistemində necə ki, bax, məsələn 8'in üstünə 2 gəldi, 4 gəldi, üstünə 2 gəldi, oldu 14 də. Deyək ki, burada 8 yox, deyək ki 9 olardı. Burada 4 yox, 5 olardı. Burada da 2 yox, 3 olardı. Nəticə nə eləyir? 9'un üstünə 5, 14, 14'ün üstünə 3, 17. 17 16'nı keçdiyinə görə yazacaqdınız, elə bil 17 16'nı nə qədər keçir? 1 vahid keçir də. Ona görə yazacaqdınız 1, bir dənə 16'lı yaddaşda. Belə bir, necə ki 10'luq sayı sistemində məsələn 86'nın üstünə 75 gələndə 6 ilə 5'i toplayırsınız, 10'u keçir də. 10'luq sayı sisteminin toplama qaydasıdır. 10'u keçir də. 6 ilə 5'i toplayanda 10'u keçir. Neçə vahid keçir? 1 vahid. Ona görə yazırsınız aşağı 1 və bir dənə 10'luğu yaddaşa yazırsınız. Bir dənə 10'lu yadda. Sonra 8'in üstünə 7 gəlirsə 15. Bir dənə də burada 10'luq var. Bilirsiniz 16. Vəssalam. Eləyir 161. Yəni 16'lıq sayı sistemində də eynidir. Toplama qaydası
eynidir. Sadəcə burada 16-nı keçəndən sonra yaddaşı yazırsınız. 1/16'lıq yaddaşda qalır. Belə, yəni bu belə. Keçdik 209-a. 209 daha asandır. Yazılıb 14 vurulsun 16 üstü 2 üstə gəlsin 5 vurulsun 16 üstü 1 üstə gəlsin 8 vurulsun 16 üstü 0. Mən indi bunu əvvəlcə birbaşa yazacağım. Ondan sonra 14-ün üstünə 14 nədir? 16-lıq say sistemində y-dir. 14-ün əvəzinə yazıram y. 5 elə 16-lıq say sistemindədir 5-dir. 8 elə 16-lıq say sistemindədir 8. Bax, alınan 16-lıq ədəd bu olacaq. Niyə görə bu olacaq? Biz 16-lıq say sistemindən 10-luq say sisteminə keçərkən nə edirik? Bax, deyək ki, bu ədədi 16-lıq say sistemindədir də bu ədəd. Bunu 10-luq say sisteminə keçirək. Y 5 8. Bunu 10-luq say sisteminə keçirmək üçün nə edirdik? Üstünə 0, 1, 2 yazırdıq da. 0, 1, 2. Düzdür? Bundan sonra nə edirik? Bərabərdir. Birinci simvol vururuq. Say sistemin əsası, onun da üstündəki bu qüvvət. Yəni, y-ni vururuq. 16 üstü 2-yə. Üstə gəlsin, 5-i vururuq 16 üstü 1-ə. Üstə gəlsin, 8-i vururuq 16 üstü 0-a. Bu da bərabərdir. Y 14-dür. 14 vurulsun 16 üstü 2. Üstə gəlsin, 5 vurulsun 16 üstü 1. Üstə gəlsin, 8 vurulsun 16 üstü 0. Baxın, eyni açılış burada da alındı. Baxın, eyni şeydir. Demək ki, bu nə deməkdir? Yəni, yazılıb ki, bu ayrılışı əsasən 16-lıq ədəd tapın. Bu, həmin bu ədədin 10-luq say sistemini keçirərkən yarandığı belə deyək, açılışdır. Məsələn, yenə bu daha aydın. Bu açıq yerinə yazın, bax, üstündən yazıram. Elə bil ki, bura yazıram. Bax, bu x-in yerinə yazıram. Y 5 8 üstünə yazdım 16. 0 1 2 yazdım və 16-lıq say sistemindən 10-luq say sistemi keçid qaydasından, yəni bildiyimiz qaydada keçirəm. Y-ni vururam 16-nın kvadratına. Y 14-dür. Yəni 14-ü vururam 16-nın kvadratına. 5-i vururam 16 üstü 1-ə. Üstə gəlsin 5 vurulsun 16 üstü 1. Üstə gəlsin 8 də vururam 16 üstü 0-a. Gördünüz, eyni şey alındı. Yəni bu açılış elə bil bu cür açılış verəndə ümumiyyətlə təkcə 16-lıq say sisteminə aid deyil bu. Digər say sistemlərinə də aiddir. Digər say sistemlərində də verilə bilər belə bir açılış. Baxırsan 16-nın kvadratı 16 üstü 1 ardıcıllıqla gedir də 2, 1, 0. Düzdür? Bunları atırsan 16-ları, yəni kvadratı üstü 1, 0 atdın. Qarşısında qalanları 16-lıq say sistemindəki simvolu ilə əvəz edirsən. 16-nın kvadratındakı qarşılığı nədir? 16-nın kvadratının qarşısındakı nədir? 14. 14-ün 16-lıq say sistemində qarşılığı 7. 5 elə 16-lıq say sistemində də 5-dir, ta ki 9-a qədər. Dediyim kimi, 9-u daxil olmaqla. 9-a qədər, 0-dan 9-a qədər 10-luq say sistemində necədirsə, 16-lıq say sistemində də eynidir. 5 10-luq say sistemində də 5-dir, 16-lıq say sistemində. 8 10-luq say sistemində də 8-dir, 16-lıq say sistemində. Vəssalam. Yəni, siz bunu bu cür eləyə bilmirsinizsə, götürüb variantları yoxlayaraq da eləyə bilərsiniz. Variantlardan baxa bilər. Yəni, variantların üstünə, yəni hamısının üstünə 1-2 yazırsınız. Belə yoxlayırsınız da. 2-ni vurursun 6 üstü 2-yə. Zaten baxırsınız ki, 16 üstü 2 vurursun 6 üstü 2. Burada 14 vurursun 16 üstü 2. Demək ki, A variantı ola bilməz. Və s. Yəni, digər variantlarda belə yoxlaya bilərsiniz. Çətin suallar deyil bunlar. Sadəcə biraz say sistemləri mövzusunu biraz daha dərindən anlamaq lazımdır. Sağ olun. Növbəti sualların izahında görüşənədək.